Salam, mən Asəf Dəmirçili Əhəmanoğlu, Bakı şəhər 5 nömrə Uşaq Sənət Məktəbinin tarix ixtisas müəllimiyim. Bugünkü açıq dərsimizi şagirdim Seyidli Qədirlə keçirəcəyik. İlk növbədə mən xatırlama etmək istəyərdim ki, bizim bugünkü mövzumuz Rasininin Çevrilə Bərabər operasyonundan uverturadır. Gəl bəstəkarın xırda, lakanik təsviratına baxaq ki, Rasini romantizm dövrünün bəstəkarı olub, 1792-ci ildə anadan olub, 1868-ci ildə vəfat edib. Opera buffa, yəni komik operaların janrının yaradıcısı kimi tarixi imza atdı. Çevrilə Bərabər operasını qazandığı nailiyyətə görə dahi bəstəkar Beethoven ona şəxsən təşəkkür etmiş və bu silsilədən olan operalardan yazmağı ona tövsiyə etmişdir. Gəl, indi isə mövzumuza keçək. Təkrar edirəm, əsərimiz Çevrilə Bərabər operasyonundan uverturadır. Uvertura anlayışı nədir? Sanat formasındadır. Sanatın açıqlamasını verir ki, sanatada giriş forma, ekspozisiya, ekspozisiyanın daxilində nələr var? Əsas mövzu var, köməkçi mövzu var və əsasla köməkçini bağlayıcı mövzular var. Sonra reprizlər olacaq, kodu olacaq, işləmələr var burada. Çevrilə Bərabər operasyonundan olan uverturada işləməsi sanat formasıdır. Sadəcə var burada müəyyən kvadratlarla olmayan xanələrə rast gələcək. Bu qısa bir verdiyim məlumatdır. İndi gəl əsərin özünü keçək. Əvvəl tonallığı təyin edək ilk növbədə. Biz tonallığa baxanda burada görürük 4 işarəli diyez. 4 diyezli. Biz bunu mi majorda təyin edirik, düzdür. İlk növbədə də xanə xaricindən başlayacaq. Diqqət edək, andante sostanita, yəni tələsmədən rahat, sakit. Yəni rahatçılıqla vermək. Bu kimi. Xanə xaricindən başlayırıq, götürək tariximizi. Əvvəl tariximizin kökünə bir də baxış edək. Buyuraq. Aplikatorlara baxırıq. Bəli. Xeyr. Xanə xaricində olsa, bizsə burada ilk not 16-lıdır. Sən 8-də 2 buldun. Dadam, sirkələ. 2 forte verir, burada. Dadam, ver. İndi əksinə, 2 piano. Tam üstünlükdən sonra tam yavaş. Buyur. Bu xanə bizdə artıq önəmli oldu. Mən bunu spesifik şəkildə sənə Skripkalarda pizzicateyə oxşar bir vəziyyət olur, ifalarda onu oxşasın. Hissiyat da təmsil etmək lazımdır burada. Buyuraq bir də 2 forte sirkələnmə olmalıdır. Yığışdırıq, tam sakit. Növbəti, burada tək forte. Dadam. Yeni 2 piano. Yığışdırıq. Piyanist istifa ilə. İndi tam sakit. Demək o ki, heç eşidilməyəcək dərəcədə, amma cüzi. Buyur. İzrafın nefronu. Tələsmirik. Və qismət. Və ki, hələ tələsmirik. Və yavaş-yavaş. Və ki, artıq Krişenko saç təşkiri. Krişenko ilə verir. Qismət oxşar.
gərək. İndi normal. Saxlayaq, burada aksentimizi göstərək, dinamik işarədə. Buyur. Yine piano. Forte. Yumuşak. Da. Yumuşak. Mizrabın ucunda. Statlok şia. Ra ra ra. Yavaş yine əvvəldə olduğu kimi bəstəkar sonluğu girişdə eynidir. Lakin əvvəldə lap 2 forte idi. Bunu da qismən ona oxşar bir forte şəklində. Fermatı istədiyin qədər uzada biləcəksən, amma çərçivədə. Bu bizim giriş formamız oldu. Giriş hissəmiz bizim mimarlıqdır. İndi isə gəlirik əsas mövzuya. Məlumdur ki, biz açıq dərsimizi minimal 45 dəqiqəlik bu qısa formatda 10-15 dəqiqə civarında çalışdırmaq çətində olsa, çalışdığımız qədər ona görə üstündən bəzi keçmək məcburiyyətində qalırıq. Ona görə ki, əsas mövzuları da biz burada göstərə bilərik. Deməli, biz əsas mövzuya gəldik, burada fadiz, deməli, minimumda. Uverturalarda belə bir qrafik var. Deməli, əsas mövzu minordadırsa, köməkçi mövzu onun dominantasına keçir, yəni majora. Əgər majordadırsa, eyni adlı minoruna keçir. Bəstəkar girişi mi majorlu yazır, əsas mövzunu isə mi minorda yazır. Buyuraq, burada da allegro con verilir, cəld və odur olacaq. Yəni, təntənəli verəcək biz bunu. Hələ ki, ağa formada çaldı, çünki öyrənirik. Buyuraq, 2 piano ilə başlayıyor. Biz bu tam hələ öyrənib bitirdikdən sonra surətlə biz bu xanəni yarı bölməli olacaq. 1 və 2. Çünki bu 4 və ilə biz bunu eyni adlı 1 və 2 və 3 və 4 və sayma imkanımız olmayacaq. Buyuraq, indidən o temp hazır olana qədəri biz bunu bu templə indidən öyrənməliyik. Buyuraq, 1 və 2 S. Cırmağı yaxşı ver. Bir də götürək, başa düşmədim. S. Cırmağı yaxşı ver. Krişentoya hazır. Krişentoya hazırlar. Hissiyatını ver. Ehval ver. Sen. Ve ki coşkuyla nefesine. Belki oturmadan
Bəli. Deməli, biz burada aplikaturanı biz liyadan sarı sımı keçid almaq üçün solə üçüncü var. Bəli. İki, tam, təntənəli. Tam, İndi həvəsin. Necə olur? Təmiz oturmalı, bəli. Və bu 16-lıq olan qoşulağın notun ritminə qatmaq olmaz. Sən bunu 1 və 2 və dararam, 1 və 2 və zəl, 1 və 2 və daha 2 dararam. Bəli. Bizdə bu, indi qısaca deyim ki, ümumidən bir də ifa edirik bu yeri. Bu hissə biz əvvəldə vurğuladık ki, əsasla köməkçi formanın arasında olan bağlayıcılıdır. Bu bizim bağlayıcı hissəmiz olur. Aydındırmı? İnşallah ki, növbəti dərsimizdə biz bunu tamamlayacağıq və bu əsəri tam ərsəyə gəldikdən sonra ölçü hissələrini, dinamik hissələrini, işarələrini bir hamısını daha şəffaf göstərəcəyik. Bizdə burada lakanik olduğuna görə, müddətimiz az olduğuna görə bu günləri biz bunu qısa formatda işləməli olduq. Növbəti dərsdə görüşmək ümidi ilə çox sağ olun, minnətdarıq.